Bildək ki, sünnilər aşura mərasimlərinin keçirilməsinə qarşı çıxırlar və bir neçə avtomatlı yandırırlar. Daha sonra isə onların ətrafındakı obyektlərə hücumu vəziyyəti daha da gərginləşdirib. Tərəflər arasında şiddətli toqquşma baş verir. Ölkə rəsmilərinin məlumatına görə toqquşmanı yatırtmaq üçün yerli polis müdaxilə edərək göz yaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib. Aşura günü İraqın müxtəlif şəhərlərində silahların hücumları və partlayışlar daha da intensivləşib. Reuters informasiya agentliğinin məlumatına əsasən son bir sutka ərzində İraqda baş vermiş hücum və partlayışlar nəticəsində 60-dan artıq adam həlak olub. Onlarla yerli sakin isə yaralanıb. Bu gecə Bağdadda güclü partlayış qeydə alınıb. Ölən və yaralananın hələlik sayı bildirilmir. İraqın Kərkük şəhərində avtomobildə baş vermiş güclü partlayış nəticəsində isə azı 7 nəfər həlak olub. Kərkükdə keçmiş İraq lideri Террористы пытались убить моего отца. Oruç. Они просто Aydın заставили oldu. людей поверить, что оттуда исходит реальная угроза. На самом деле ее не было вообще. Deyir Вам bunu bu говорят həftə трагедия göndərək. обо всем, что не происходит. Людей это не беспокоит. Конечно, демократы тут же пытались Mehdi'ye положить diyelim ele bugün meşgul olar. конец всем этим засвидетельствам. Я готов проголосовать за власть президента, ту, которая ему нужна. Telegram indi gəlir. Президент Yox, axşam paştalyon gətirmişdi. Amma sən yorulub yatmışdın. Oruç, yorğunluğun keçdi. Hə, biraz. Mən də deyirəm, uşaq niyə bu həftə zəng vurmuyor? Mənim də başım pasiyentlərə elə qarışıb ki, heç özüm də vaxt tapıb zəng vura bilməmişəm. Bəs nə bilmişdin? Moskva bura kimi deyil ki. Orada pul Xəzər kimi gedir. Orası elədir. Oruç, bu həftə sənin üçün bağa nə bişirir? Xətrin nə istəyir? Onsuz da sən nə bişirsən, hamısı dadlı çıxır. Hoş gördük doktor. Necəsiz? Həmişə evinizdə, işinizdə. Necə getdiniz, necə gəldiniz? Əla, siz necəsiz? Çox sağ olun. Yaxşı, Türkiyədəki simpoziuma gedəcəksiniz? Nə bilim, görəydim. Doktor Quluzadə. Amma dəvət eləməlidirlər. Eləmi? Gəlirəm. Axşam gəl bir əyləşək, əməlli baş söhbət eləyək. Gəlişək. Hə, yeri gəlmişkən bir xəstə var. İstəyirəm onu göndərməyən var. Bir müayinə eləyəsən. Nədir problemi? Nə bilim, qorxur güya New Yorkdakı aktdan sonra ona elə gəlir ki, əlyazmalar idarəsi yandırılacaq. Gündüz axşam gedir ora, dəyir, gəlir. Qorxu hissi. Qorxu nevrozu çətin məsələdir. Amma nə vaxt istəyirsiniz göndərin. Əlimdən gələn kömək etməyə hazır. Təşəkkür edirəm. Çox sağ ol. Sağ olun. Sağ ol.
Düzü mən gəlmək istəmirdim. Amma Arif müəllim dedi ki, sizə güvənmək olar. Sizdən yaxşı məsləhət almaq olar. Sizcə o niyə belə deyib? Bilirsiniz, məndə sir var. İndiyə qədər elə bilirdim ki, bu sirri 2 nəfər bilir. Bir Arif müəllim, bir də mən. Bəs indi nə baş verdi ki? Necə? Bəs niyə elə bilirsiniz ki, kimsə sizin sirrinizi bilir? Bunu bilməyə nə var ki? Kosmik qüvvələr sirrimdən xəbər tutub. Amma sizə deyəcəyəm. Bilirsiniz, mən Qarabağ məsələsini həll eləyə bilərəm. Necə? Maraqlıdır. Vallahi həll eləyə bilərəm. Cəmi cümlətanı 20-cə günə. Bax, neçə ildir atəşkəsdə yaşayırıq. Bir faydası var, Sizcə yoxdur bə, ya? qətiyyən. Mən fayda verə bilərəm. Maraqlıdır. Doktor, mən yəqin bilirəm, ermənilər kosmosla işləyir. Bunu mənə yuxuda deyiblər. Bəlkə bu barədə söhbət eləyək. Bax, əgər ermənilərin kosmosla əlaqəsi olmasaydı, mən 20-ci saatı alardım Qarabağı. Neynəmək olar? Müharibədə olmusunuz. Yox, olmamışam. Gecələri necə yatırsınız? Başa düşmədim. Deyirəm, gecələri pis yatmırsınız ki. Yox, qətiyyən. Doktor, mən sayıqlayıb eləmirəm ha. Əlbəttə, əlbəttə. Siz haqlısınız. Yaxşı olar ki, bu barədə söhbət eləyək. Bazar günü evimdə sizi gözləyəcəm. Saatı orada yazılır. Bəs məsləhət? Əlbəttə. Mən sizə məsləhət verərəm. Yaxşısı budur ki, Qarabağ məsələsi ilə başınızı qatmayasınız. Qarabağı həll eləmək sizə qalmayıb ki. Doktor, Siyasətçilər mən sizdən xahiş edirəm. KGB bildirməyin. Onlar çoxdan məni axtarırlar, sirrimi öyrənmək istəyirlər. Öyrənən kimi faciə baş verər ha. Yox. Narahat olmayın. Çox sağ olun. Bazar ertəsi sizi gözləyəcəm. Çox sağ olun. Çox sağ olun. Mütləq gələcəyəm ha. Gülə-gülə. Buyurun. Ola, Buyurun əyləşin. mən şənbə günü gəlmişdim. Dedilər bağa getmisiniz. Şənbə günü işləmirəm. Mən baxıcıyam. Çox yaxşı. Mən sizə necə kömək eləyə bilərəm? Yox. Deyəsən, mən sizə kömək eləməli olacağam. Məsələn, necə? Doktor, mənə deyiləndə ki, siz bağdasınız. Qəribə hisslər məni bürüdü. Bundan əvvəl sizə nəsə demişdilər? Ya bir xəbərmi? Ya nə bilim nəsə? Doktor, mən sizin bağı dəhşətli görürəm. Dəhşətli dedikdə nəyi nəzərdə tutursunuz? O bağ əvvəl kimə nə olub? Bunun sizə nə dəxli var?
Nəyinizə lazımdır? Lazımdır. Salın bir adamın. Amma bundan sizə nə? Yaxşısı bu da özünüzdən danışın. 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 Qulaq asıram sizə. O adam da divarlara, ağaclara kimyevi maddələr sür. Onları heç kim görmür. Amma onlar birbaşa beyinə təsir edir. Yavaş-yavaş zəhərləyir. 3-4 ay adamı ölümcül eləyir. Bəlkə də haqlısınız. Mən bu barədə fikirləşərəm. Amma mən orada çoxdan yaşayıram. Orqanizmdən asılıdır. Bəzən bu 4-5 il çəkir. Tədbir görməsən, xəstəlik sizi də yaxalayacaq. Çıxış yolu var. Necə? Yandırın oranı. Düz deyirəm. Yandırın oranı. Özünüz də oralara ayaq basmayın. Qulaq asın sizə. Bəlkə də siz haqlısınız. Mən bu barədə əlbəttə fikirləşərəm. Sabah yanıma gələ bilərsiniz. Oruc müəllim, mən sizi xəbərdar elədim. Sabah mütləq burada gözləyəcəm sizi. Ofeliya xanımı de, xəstəlik tarixçələrini gətirsin, qol çəkin. Ehtimalim gözləyim sizi. Yox, sən get, mən orucla qayıdacağam. Oldu baş üstə. Aparın. Xəstə zad gözə dəymir. Niyə ki? Xəstənin elə biri özüsən. Yox canım, mənim beynim hələ yerindədir. Təzə kabinetinə köçmədin? Bir 15-20 günə. Şef, gəldim daklad edeyim ki, pullar Aydın balamın hesabındadır. Heç bilmirəm sənin xəcalətindən necə çıxıb. Onda gələn həftə məşhur kolleksiyanın bir nüsxəsini verərsən mənə. Qorxma, qaytaracağım.
Yeri gəlmişkən Pakizə ilə də baxırsan? Bir o qalmışdı ki, Pakistana oturub seksə baxın. Bilirsən də, o kasetlərin öz yiyəsi var. Arifgil gözlüyü deyə gedək. Nə tez unuttun? Bugün çərşənbədir də. Preferans. Doğrudan. Neftçilərdəki evimə yığışacaq. Niyə? Arvad bəni evdən qovub da. Sözümü elə aparmısan ki, yazıq arvad da başa düşüb ki, alternativi var. Qızım, Oruç müəllimi axtarırsınız? hayır. İndicə getdi. İstəyirsiniz sizi yazım qəbula. Oruç müəllim. Oruç müəllim. Xəstəlik tarixçələrini gətirdim. Söyleseni tapımarda ayna gözlü sağ sularda belki seni ben arayım gece yanan ulduzlarda göyerçin Yeməklərə söz ola bilməz. sen semalarda Çox gözəldir. gülümü seni kollarda söylesen hardasan harda Sən şənbədən şənbəyə daha da qəşəngləşirsən. Ancaq şənbələr. Hər gün, hər saat. Mən günü-gündən sənə daha çox bağlanıram. Qorxuram bir şənbə bizə azlıq eləyər. Sizin iştahınız Oruç müəllim çox böyükdür. Ola bilər. Ne vakta kadar akısan yuhu terk kalacaksan ne vakta kadar
Oruç müəllim. Ay Oruç müəllim. Su istedim. Нет армии, если на то пошло и оружие тоже. Так что, похоже, мы вторжением будем заниматься практически в одиночестве. Но с другой стороны, есть еще Румыния. Королевство Марокко. Марокко официально не входило в коалицию. Согласно одному отчету, когда-то отправила 2000 обезьян, чтобы помочь обезвредить минные поля. Нидерланды. Мы гордимся такими союзниками. Афганистан. Афганистан? А, да, у них была армия. Наша армия. Əti Mehdi gətirəcək? Səhərlər burada elə gözəl hava olur ki. Hərdən istəyirəm, heç şəhərə qayıtmayım. Ömrümün qalanını səninlə bu bağda keçirim. Heyf deyil belə həyat. Ləzzət. Bu çərşənbə mənə heç düşmür də. Niyə? Ya bu mənudur, ya da bu birisi. Niyə elə deyirsən, ey Mehdi? O dəfə orucu uddun da. Yadından Hələ bir çıxıb. dəfə ilə iş açmır, Oruc məni uşaqlıqdan udur. Ay qardaş, zəifsən də. Sən özündən danış, mən ancaq xəsis deyiləm. Oynayanda ortalığa bir məbləğ qoy da. Hə, Oruc? Mehdi, Hə. yadına düşür, mənə deyirdin ki, neftçilərdəki daxmama müştəri ta. Sənə deyirdim, dünyanın işin bilmək olmaz, hə? Yaxşı dostlar. Deyirəm, gəlin badələrdə dostluğumuzu sağlamaya içək. Bir də gözəl qızların sağlığına. Deyilən sağlığa. Hələ. Mehdi, Nədir? bax, sənə bir məsləhət verim. Özüm ölüm. Bu orucu görürsən, tut onun qolundan, apar arvadını yanına. Mən ölüm. Hər şey yoluna qoyacaq. Kişi psixatrdır. Hələ vaxtı deyil. Deyirəm, utanmırsan eyvallah sən. Nətər vaxtıdır öyle? Lotunun birinə görə kişi öz arvadını atar. O de, Nə deyir bu? halal olsun Pakizə bacıya. Düşürür, düşürür. Orucun qayğısına qalır. Əsl evdar xanımdır da. Arı, Ha, xəstə göndərmişdin ha yanıma. ha. Harada tapırsan onu? Nə bilim ha, xalam oğlu xahiş elədi ki, yazığın psixiatra ehtiyacı var. Nə olub ki? Heç. Yox, sən məncə. Onun müalicəsi biraz ağırdır. Psixiatriyada ona oligofreniya deyirlər. Ümumiyyətlə, axır vaxtlar kim gəlir, bəs bu cür yaşadıq. Müharibə eləyək. Ay nə bilim, problemim mən həll edirəm. Nəysə, yaxşı. Gəlin badələrə də içək. Ari, Nəyin sağlığına içirik? bazar gününün sağlığına.
Hər şey məhv olacaq. Mingəçevir su anbarını da patladacaqlar. Əlyazmalar fondunu da yandıracaqlar. Biz də məhv olacağıq. Görürsən, Mingəçevir su anbarı yerindədir. Heç kim onu partlatmıyor. Küçəyə çıxsan, əlyazmalar fondunu yerində görəcəksən. Bu indi belədir. Bəs sonra? Bilirsən əzizim, gələcəkdə nə olacağını heç kim deyə bilməz. Sən indini fikirləş. Bu millətin heç neyi qalmayacaq. Əksinə, bizim millətin hər şeyi var. Heç kim onu bizim əlimizdən ala bilməz. Narahat olmağına dəyməz. Sizdə adi nevrozdur. Bir-iki gün yanıma gəlib gedərsiniz, keçib gedər. Sağ olun, doktor. Gülə-gülə. Buyurun əyləşin. Eşidirəm sizi. Şikayətiniz nədəndir? Sizdən. Məndən? Ha da, sizdən. Adınız? Adım Balamidir. Balami Dadaşov. Özü də həkim. Xəstə zat deyirəm ha. Ona görə gəlmişəm. Siz mənim bağımı tutmusunuz. Mən tutmuşam. Hə də, siz. Yanılırsınız. O bağ mənim öz bağımdır. O bağ mənim atamın olub. Xeyr, bir erməni həkimin. Ermənidən qabaq atamın olub. Ondan da əvvəl babamın. O yer bizim, dədə-baba yerimizdir. Cabar eşitmiş olarsınız, məsəli... Bilmirəm əvvəl kimin olub. Amma o bağı mənə bağlar idarəsi verib. Nə sözünüz var, onlara deyin. Mən ora gedəsi deyiləm, həkim. Əlimdə heç kağız-kağızım da yoxdur. Bəs onda məndən nə istəyirsiniz? İstəyirəm, özünüz qaytarasınız. Yaxşı. Bəs bu illər hardaydınız? Əvvəla, bunun səbəbi ayrıdır, həkim. Heç söhbətə də dəxli yoxdur. Görmüşəm, 2-ci mərtəbə tikdirmişsiniz. Hər halda xeyli xərc çəkmişsiniz də. Narahat olma, həkim. Xərcini də ödəyəcəyəm. Bağı da ki, qaytararsınız. Mənə bax, nə sayaqlayırsan? Atamın böyük oğlu mənəm, həkim. O bağ da mənə düşür. Bilirsən, mənim səninlə çənə döyməyə vaxtım yoxdur. Xəstələr gözləyir. Səni də xəstə bilib qəbul eləmişəm. Xoş gəldin. Deməli, bağımı qaytarmırsınız, hə? O bağ mənimdir, mənim də olacaq. Baxarıq, amma siz orada yaşaya bilməyəcəksiniz. Yandıracaqsan, ha?
Mən sözümü dedim də. Bilirsən, polis sənin kimiləri necə axtarır. Polisə desəm, pis olar ha. Elə mənə də o lazımdır da, həkim. Sizin kimi böyük bir həkim. Mənim kimi kasıbın birini bastırsın dama, uşaqlarını da qoysun yetim. Əlim ayağım dəyməmiş. Sürüş buradan. Qəmin ki, mənim 2 oğlum var. Birinin adı Həsən ağadır. O birinin adı Hüseyin ağa. Mən də ala bilməsəm həkim, onlar mütləq alacaqlar. Bugün daha heç kəsi qəbul eləmirəm. Heç kəsi! Özümü aldatmayam. Mən ki balamıdan qorxmuram. Mən düşündürəm başqa şeydir. Birdən balamı gəlib Afeli ilə məni bağda görər. Sonra qızı valideynlərinə xəbər verər. Biabır olaraq. Bəlkə Mehdigillə ənənəni pozmayım. Çağırım onları deyib gülək, əylənək. Yox. Bu da mümkün deyil. Sonra Afeli elə bilər, mən ondan soyulmuşam. Çıxış yolu tapmalısan, Oruç. Oruç, nə olub? Heç, çıxdım biraz hava alım. Sabah görüşə bilməyəcəyik. Niyə? 2 nömrəli xəstəxanaya gedəcəksin. Başlayın. Gün ortadan sonra Keçən dəfə də belə dedin. çox vacib bir iş çıxdı. Heç Mehdigillə də görüşə bilməyəcəyəm. Gələn həftə mütləq görüşəcəyik. Neynəyək? Qoy sən deyən olsun. Ofeliya xanım, keçən həftə bir xəstə gəlmişdi yanıma. Balamid Dadaşov. Müalicəyə ehtiyacı var. Dedim, çərşənbə axşamı gəl. Gəlib çıxmadı. Hə, mən o saat tanıdım. 4 il qazamatda yatıb. Təzə buraxıblar. Nə üstə? Deyəsən ölüm işi idi. Bu feçini öldürmüşlər. Amma sübut eləyə bilmədilər. Bu yazı qonşusu Ağagülün qüdasına gedib. O döyüşüb, Balami də bu feçiyə yumruq ilişdirib. İş orasındadır ki, bu feçi evində ürəkdən ölüb. Əslində isə onu 5 barmaqla Ağagül vurubmuş. 5 il iş verdilər.
Bu il amnistiya düşdü. Kənddə hamı bilir bunu. Tarihi barədə isə məlumat hələ də yoxdur. Yerli polis rəsmilərinin məlumatına görə uçqun zamanı 35 mülki şəxsin Oruç. həyatını xilas etmək mümkün olub. Bu gün xəstələr gəlməyəcək. Davam gətirə bilməyən evin uçması nəticəsində Bugün özümə istirahət vermişəm. qeyd edək ki, ölənlərin sayının artacağı bildirilir. Belə gözümə bir tər dərsəni. Agentliyinin məlumatına görə qar uçqunları Bir şey baş verdiyi olmayıb ki, ha, ərazilərdə Oruç? axtarış xilas işləri davam etdirilir. Gecələr Əraziyə yuxuda danışmağa əlverişli başlamışsan. müştəhidlər cəlb edilib. Hindistan Uttar Mən səndən çox narahatam. Narahat olmağına dəyməz Pakizə. Zehni yorğunluqdur. Bütün həkimlərdə olur bu. Bağada 2 həftədir dəymirsən. Oruc. Deyirəm, bəlkə gələn həftə birlikdə gedək. Oruc, səni soruşurlar. Eşidirəm. Salam aleyküm həkim. Tanıdın? Alanıdır danışan. Evimin telefonunu hardan bilirsən? Nə lazımdır sənə? Bilirəm də. Səsin deyil ki. Nə oldu həkim? Nə oldu? Bax da. Məsələni necə həll edək? Bura bax. Get. Get işinlə məşğul ol. Bir də mənə zəng eləmə. Yaxşı, yaxşı həkim. Amma bircə xahişim var. Həkim, qələm kağız götür, yaz. Nəyi? İndi deyəcəyim rəqəmləri yaz. Açan ki bir fikrə gəldin, mənə zəng elə. Onsuz da bağı qaytarmalı olacaqsan. Gedim biraz yatım. Mehdi'dir. Nə çox çəkdiyi söhbətləri. Darıxmayın Mehdi müəllim, indi harda olsa gəlib çıxar. Sizə dedim darıxmayın, o deyə gəlir. Hə, nə oldu? Arvadın ağıllıymış. Sənsə axmaq. Gör kim kimə deyir bu sözləri. Bugün axşam qalxarsan evə. Mənə bax, necə yola gətirdin onu? Mən həkiməm. Allah Arifin canın salamat eləsin. Gərək əvvəldən elə səni qoşaydım bu işə. Hə, yaxşı ötüşmüsən. Mən evə qalxıram. Hafiz səni aparacaq evinizə. Bu həftə yığışırıq. İşığı kəsiblər, qazı kəsiblər. İşıqsız, qazsız orada nə edəcəyik?
Bəs mənə niyə demirdin? Bu saat zəng eləyim Seyid ağaya, sabah gəlib düzəltsin. Yo, nə danışırsan? Lazım deyil. Nə deyirəm? Özüm deyil. Yaxşı. Yeri gəlmişkən, o yüksək cərəyanlı xətti də danış bağdan kənara çıxartsın. Xatası var ya onun. Çox sağ ol Oruç, sağ ol. Hafiz, Oruc müəllim aparım da sizi. piyada gedəcəm. Sağ ol. Özünüz bilirsiniz. Türkiyədən də. Psixiatrların simpoziumuna çağırırlar. Şənbə günü görüşürük. Bilirsən əzizim. Şənbə günü Mehdi adam göndərəcək. Evin məhsullərini düzəltsinlər. Qalsın gələn həftəyə. Düzünü de Oruç. Soyunmusan məndən? Nə danışırsan? Səndən görüşmək üçün burnumun ucu göynüyür. Qəbulda 4 nəfər gözləyir. İncimə. De bir gəlsinlər. Oruç müəllim, lap unutmuşdum. Mənə bugün tez icazə verin də anamla üzrə gedəcəyəm. Problemi yoxdur. Rəhmətə gedən kimdir? Arvadı anamla tanışdı. Mən də qızını tanıyıram. Hə, o ki burada olub. Onu siz də tanıyırdınız. Kimi? Rəhmətə gedəni. O sizin yanınıza gəlib. Hələ məndən də soruşmuşdunuz onu. Bala əmini deyirsən? Hə də. Abşırın infarktdan keçinib. Heç kəsin ölümünə sevinmək olmaz. Amma bu sevinç deyil, arxayınlıqdır. Gözləmədiyim bir vaxt axmağın biri gəlib deyir ki, bağ mənimdir. Xəstəyə oxşamırdı. Neyse şükür ki belə qutardı. Özünə həll al Oruç. Sən yenə əvvəlki həyata qayıtmalısan.
Burada ne inirsən? Hüseyin ağaya, Baləminin böyük oğlu. Babamın, atamın evinə gəlmişəm. Bəs sənin burada nə işin var? Həyasızlığa bir bax. Rədd ol buradan. Bura mənim halalca evimdir. Mənimdir bura. Başa düşürsən? Bala, sən hələ cavansan. Görünür qayda qanunu bilmirsən. Belə ciddi məsələ tez həll olunmur. Bağı mənə Bağlar İdarəsi verib. Məhkəməyə müraciət elə. Bəlkə onlar bu məsələni həll eləyə bilərlər. Əgər polisə desəm sənin üçün pis olar. Sizi əlli ayaqlı yox eləyərlər. Bala, de görüm nə hədlə bura soxulmusan? Hə? De yaxşı. Çıx get buradan. Eybi yox. Şəhərə gələrsən danışarıq. Mənim 2 oğlum var. Birinin adı Həsən ağadır. O birinin adı Hüseyin ağa. Sakit ol Oruç. Sakit ol. Esas odur ki başını itirmeyesen. Ne kadar ki Ofeli gelmeyip buradan gitmeyi lazımdı. Yine birce burçaktım arada. Zəhrim ağa qalsın ya. İki məylər.
gəlmişəm, kağızlarımı aparım. Bala kardenimiz yoxdur, doktor. Bir saat əvvəl aspirin istəmişdim. Dediniz ki, yoxumuzdur. Hansı qız doktor? Aspirinimiz var axı. Bəs sən bağda deyildin? Hə, Yolda yadıma düşdü ki, birisi gün məruzam var. Bütün gecəni oturub işləyəcəm. ver bura görüm. Hə. Onları qoy soyuducuya. Sənə zəng etmişdilər. Adını səhv eləmirəmsə bala əmi dedi. Kim? Bala əmi. Yox, bu ola bilməz. Axı o yoxdur. Ac deyilsən ki. Səhərdən heç nə yeməmsən. Yaxşı dolma bişirmişəm. Gətirim? Yox. Lazım deyil. Sağ ol. Hər şey üçün çox sağ ol, Pakizə. İstəyirəm biraz mürgülüyüm. Onda qoy gedim yerini hazırlayım. Yox. Mənə elə burada bəsdir. Nə deyirəm ki? O qədər iş var ki. Gedim keçim mətbəxə. Mən açaram. Gəlmək olar ki. Bayaq zəng eləmişdim. Bacı dedi, çimirsən.
Dedim, əgər çimbilsizsə, onda bir yəqin bir yana getməyəcəksiniz. Havanı da görürsünüz də, birdən dəyişdi. Heç baş açmaq olmur vallah. İçəri gəlmək olar. Buyur. Bəlkə ölən ayrı bala əmədi. Yox, bu adam xəstədir deyəsən. Yoxsa indi də mənzilimi istəyir. Sağlığınıza qismət. Sağ ol. Əyləş. Sağ ol. Pakisə çay gətir. Pakisə çay gətir. Zəhmət çəkmə bacı. Mən indi gedirəm. Hə, həkim. Allah sizə də qismət eləsin. 2 həftə idi, burada yox idim. Gedib qurban olduğum Məşədi ziyarət elədim. Dəymə. Qıyqarım istədi. Lazımdır. 2 həftə idi, burada yox idim. Gedib qurban olduğum Məşədi ziyarət edib gəldim. Bu gün səhər qayıtmışam. Bilirsiniz, həkim, adam necə rahat olur. Allah sizə də qismət eləsin. Nəysə, həkim. Vaxtını çox almayacaq. Yox, deyəsən oğlunun öldüyünü bilmir. Orada elə bil mənə dedilər ki, neçə il erməni yaşadı, bir söz demədi. İndi öz müsəlmanımıza dinib danışacaqsan. Gəldim deyim ki, halal xoşun olsun o bax, həkim. Niyə? Hə, yaşa orada öz ailinlə. Hara gedirsən? Bir stəkan da işdə. Çox sağ ol, həkim. Allah artıq eləsin. Bala əmi. Neçə uşağın var? Mən sizə demişdim axı. 2 oğlum var, bir qızım. Kiçiyi Həsən ağadır. Böyüyü Seyid ağa. Sağ ol. Hə. Allah saxlasın. Oruç, bu adam kimdir? Pasiyentlərdən də. Bəs deyirdi, peşkeş elədim sənə. Hərifə elə gəlir ki, mən onun bağını zəbt eləmişəm. Bir nəfər zəng eləmişdi. Dedi ki, anamı gətirmək istəyirəm. Hələ yox. Mən özüm sənə deyərəm. Başla sən Allah. O gün gələ bilmədim. Anamın qan təzyiqi elə qalxdı ki, ürək eləmədim onu qoyub gələm. Elə yaxşı olub gəlməmisən. Aydının Moskvada problemləri çıxıb.
Şənbə bazar onunla məşğul oldum. Buradan bəzi sənədlər göndərməli idim. Təsəvvür edirsən? Ürəyimə salmışdım ki, indi Ofeli gələcək, qapını bağlı görəcək. Əlbəttə, təzyiqin qalxması yaxşı iş deyil. İndi necədir? Səhər normal idi. İstəyirsən Arifi göndərib müayinə eləsin. Deməli sən də gəlməmisən. Mən də ürəyimə salmışdım ki. Alo, eşidirəm. Salam həkim, necəsiz? Salam bala əmi. Bilirsən bir nəfər dostum var. İrana getmək istəyir. Bilmək istəyir, təyyarə ilə getsin yoxsa avtobusla? Allah cibi yol verirsə təyyarə rahatdır. Yox, əgər pulu azdır, mənim kimi Fəhlə babanın biridirsə, elə avtobusla. Çox sağ ol. Deyərəm ona. Bala əmi, uşaqların necədir? Səhər Hüseyn ağanı göndərdim Rusiyyətə. Özün bilirsən də, pul qazanmaq lazımdır. Necə? Alverə gedib də. Haçan? Bugün səhər. Oruç, sənə nə olub? Bəlkə Arifə zəng eləyim gəlsin? Sən işdən tez gəlməzdin. Keçib gedər. Lazım deyil. Hüseyin ağa gedib Rusiyyətə. Al ver eləmə. Al ver eləmə. Oruç hara belə? İşte sənədlərim qalıb. Onları tez götürüb qayıdacağım. Narahat olma. Necə narahat olma. Sən özünü pis eləyirsən axı. Zəng vur, Mehdi gedib gətirsin. Mehdi bilməz. Tez qayıdacağım. Hələlik. Oruç. Yox, polisə xəbər verməliyəm. Yoxsa sonra gec olar. Axşam bağa gələndə Meyidi yataq otağında gördüm. Yox, o qədər də inandırıcı deyil. Başqa çarəm yoxdur.
Yox deyəsən yavaş-yavaş dəli oluram. Sən kimsən? Tanımadın? Mənəm də Hüseyn ağa. Baləminin böyük oğlu. Bəs sən Rusiyada getməmişdin? Nə Rusiyyət canım? Mənim orada nə işim var? Məni qana salma. Çıx, get buradan. Valla, bu məsələlər bu cür həll olunmur. Buranı mənə Bağlar İdarəsi verib. Atam da yanıma gəlmişdi. Söhbət elədik. Çıx get buradan. Dəli olmamışam. Buradan getməliyəm. O adam da divarlara, ağaclara kimyevi maddeler sürüp. Onları heç kim görmür. Ama onlar birbaşa beyine təsir eləyir. Belə maddələr var axı. Yavaş-yavaş zəhərləyir. Doğrudan da onlar ölümcül təsir göstərir.